Allah rəhmət eləsin. Habil Nağoğlu Bayramov, Rəfiqə Nurəddin qızı Bayramova. 1-ci Qarabağ müharibəsi dövründə Habil öz igidliyi ilə, cəsurluğu ilə könüllü şəkildə müdafiə batalyonlara qoşulmuşdu və erməni işğalçılarına qarşı mütəmadilat döyüşlərdə iştirak edirdi və elə 1-ci Qarabağ müharibəsinin nəticəsində də 1993-cü ildə o şəhid olmuşdu, rəhmətə getmişdi. Bu da onun qəlbinin istəhlisi Rəfiqə Nurəddin qızı Bayramovanın. Hər ikisi gənc bir-birinə bağlı idi, amma fəqət bunların taliyi, ulduzları bir yerdə barışa bilmədi. Çünki mənfur erməni düşmənçilərimiz minlərlə belə gəncləri öz arzularını ürəklərində qoydular. Ruhları şad olsun, məkanları cənnət olsun. Amin. Azərbaycan xalqı sizin kimi övladları heç vaxt unutmayacaqdır. Novruzlu kənd qəbirstanlığında uyuyan əziz gənclərimiz, ruhunuz şad olsun, məkanınız cənnət olsun. Amin.